ki, artıq universitetlər arası bütün dünyada qlobal şəkildə rəqabət artır və universitetlər ən yaxşı tələbəni, ən yaxşı tədqiqatçını özünə cəlb etməyə çalışır. Əslində həmin tədqiqatçı universitetə qrant gətirir, bu milyonlarla ölçülür. Ən yaxşı, belə deyək, parlaq tələbəni cəlb etməkdə isə universitet ona görə maraqlıdır ki, həmin tələbələr gələcəkdə böyük vəzifələr tutur və gələcəkdə milyardlarla, milyonlarla dollar ianə etmiş olur. Təəssüf ki, hazırda təhsil, xüsusilə Amerika Birləşmiş Ştatlarında özəl universitetlərin belə deyək, hakim mövqedə olduğu bir dövrdə təhsil bir biznesdir. Bunu təəssüflə qeyd edirəm bir təhsil adamı olaraq, ancaq bu reallıqdır. Belə ki, məsələn, MIT və ya Stanford kimi böyük universitetlərin büdcələri milyonlarla, milyardlarla ölçülür və bu da, məsələn, nümunə kimi desək, inkişaf etməkdə olan və hətta inkişaf etmiş bəzi ölkələrin ümumi büdcəsindən daha yüksəkdir. Və bu nə deməkdir? Bu o deməkdir ki, artıq ali təhsil, xüsusilə ali təhsil böyük bir biznes sahəsidir və bu biznes sahəsində də universitetlərin büdcələri müxtəlif şəkildə formalaşır. Bəs universitetlərin büdcələri necə formalaşır? Universitetlərin büdcələri bu özəl və dövlət universitetləri hər ikisinə aiddir. Universitetlərin büdcələri əsasən böyük tədqiqat qrantlarından və Amerika nümunəsində, özəl universitetlər nümunəsində bu fərdi ianələr şəklində formalaşır və nəticədə bayaq qeyd etdiyimiz böyük universitet büdcələri yaranmış olur. Və artıq bu zaman təbii ki, universitetlərdə rəqabət formalaşmağa başlayır və artıq bizim reytinq dediyimiz məsələ gündəmə gəlir. Reytinq dediyimiz məsələ gündəmə gəlir ona görə ki, artıq universitetlər arası bütün dünyada qlobal şəkildə rəqabət artır və universitetlər ən yaxşı tələbəni, ən yaxşı tədqiqatçını özünə cəlb etməyə çalışır. Bu o deməkdir ki, universitet ən yaxşı və ya nəşr edə bilən, tədqiqat qrantı qazana bilən tədqiqatçını özünə cəlb etməklə əslində həmin tədqiqatçı universitetə qrant gətirir, bu milyonlarla ölçülür. Ən yaxşı, belə deyək, parlaq tələbəni cəlb etməkdə isə universitet ona görə maraqlıdır ki, həmin tələbələr gələcəkdə böyük vəzifələr tutur və artıq dediyim kimi Amerika nümunəsinə görə bilərik ki, hər hansı bir alumni, həmin universiteti bitirən tələbə gələcəkdə milyardlarla, milyonlarla dollar ianə etmiş olur. Və buna görə də həmin universitetlər yaxşı, parlaq tələbələri və parlaq tədqiqatçıları özlərinə cəlb etməkdə maraqlıdırlar. Qeyd etdiyimiz reytinq məsələsi və qeyd etdiyimiz reytinq mübarizəsi normal rəqabət şəklində qurulanda bu çox normal bir prosesdir. Yəni, əlbəttə ki, həmin qeyd etdiyimiz parlaq tələbələr və tədqiqatçılar çalışmaq istədikləri və ya oxumaq istədikləri universitetləri necə seçirlər? Bunun təəssüf ki, hal-hazırda ən populyar rolu universitetin nüfuzunu reytinqlər göstərir ki, yenə də qeyd etdiyim kimi, mən bir təhsil adamı olaraq bu reytinqlərlə razılaşmıram. Bəzən çünki o meyarlar fərqli ola bilir, ancaq yenə də bu bir reallıqdır. Reytinqlər universitet seçimində əsas rol oynayır. Bu bir reallıqdır və bunu artıq qlobal şəkildə hamımız qəbul edirik. Ancaq yenə də bəzi nümunələr var. Məsələn, Fransanın nüfuzlu universiteti və fransız intellektual fikrinin formalaşmasında rol oynayan Sorbonne Universiteti 2025-ci ildə qərar verdi ki, biz reytinqlərdən çəkilirik. Müxtəlif məsələlərə görə müxtəlif nüanslar var ki, hansı ki bu Sorbonne deyil, bir neçə universitetdir. Ancaq bu məsələnin belə deyək də, bu alternativ baxışlarıdır, alternativ mövqelərdir. Ümumilikdə nəhəng universitetlər və bir çox universitetlər reytinqlərdə iştirak edir və bu çox normal bir prosesdir. Ancaq məsələ burasındadır ki, bəs reytinqlər necə hesablanır? Bu məsələyə baxmaq lazımdır. Çünki reytinqlərin necə hesablandığı məsələsinə baxdıqdan sonra biz mütləq düşünməliyik o haqda ki, həmin reytinqlərdə iştirak nə qədər dayanıqlı zəmin üzərində qurulub və dayanıqlı inkişaf şəklində davam edir. Bunun üçün isə deməli baxmaq lazımdır reytinqlər necə hesablanır. Reytinqlərin hesablanmasında bir neçə meyarlar var ki, onların əsas götürsə bir neçə əlbəttə reytinq ölçən belə deyək qurumlar var, beynəlxalq qurumlar var və ancaq burada bir neçə meyar bütün reytinq ölçümlərində eynidir. Hansı ki bu tədqiqat və tədqiqatların keyfiyyəti, akademik nəşrlər və tədrisin keyfiyyəti, bəzi hallarda, bir çox hallarda belə deyim, xarici tələbələrin sayı və s. Amma əsas tədqiqat, akademik nəşrlər və təhsilin, tədrisin keyfiyyəti əsasında, belə deyək, bu meyarlar əsasında formalaşır. Bəs o zaman dayanıqlı inkişaf üzərində qurulan reytinq strategiyası nədən ibarətdir? Bu ondan ibarətdir ki,
Əgər hər hansı bir universitet dayanıqlı şəkildə həmin reytinqlərdə qalmaq və irəliləmək istəyirsə, bu zaman belə deyək, o tədqiqatına ciddi fikir verir. Tədqiqata fikir vermək nə deməkdir? Yəni əslində burada Azərbaycandan bir nümunə çəksək, Azərbaycan kimi inkişaf etməkdə olan ölkələrdə mənə məsələn bu çox qəribə gəlir ki, bu professional strategiya deyil. Təəssüf ki, Azərbaycana da nümunə deməkdən məqsədim odur ki, bildiyim bir haldır. Məsələn, heç bir inkişaf etmiş ölkə və ya təhsil sistemində təhsil qaldıran pozisiyası və ya məsul şəxs yoxdur. Ancaq bu bizim universitetlərin nümunəsində var. Müəyyən adamlar təyin olunub və sənin vəzifən universitetin reytinqini qaldırmaqdır. Məsələn, bu dayanıqlı strategiya sayılmır. Və çünki bu adamlar nə işlə məşğul olur? Bu adamlar deməli əlaqələr qurur. Bu adamlar Oxford və ya digər universitetlərlə tədbirlər keçirir və belə deyək, həmin öz universitetlərin görünürlülüyünü artırırlar. Bu təsir edirmi reytinqə? Edir. Çünki həmin meyarlardan biri də odur ki, sorğular göndərilir və beynəlxalq təhsil cəmiyyəti sənin universitetini tanıyırsa, əlbəttə ki, sənə müsbət rəy verə bilir. Ancaq buna qədər dayanıqlıdır. Bu heç də dayanıqlı strategiya deyil. Çünki reytinq qaldıran məsul şəxs, bir məsul şəxsi reytinq məsələ ilə məşğul olmağa yönəltməkdənsə, universitetlər baxmalıdır. Biz tədqiqatımızı necə inkişaf etdirə bilərik? Çünki tədqiqatın inkişafı o deməkdir ki, sənin akademik nəşrlərin olacaq. Sənin akademik nəşrlərin olması o deməkdir ki, sənə istinadların sayı artacaq. Əslində heç bir düzgün strategiyada universitetin reytinqini qaldırmaq üçün bir qrup formalaşmır. Müxtəlif universitetin sahələri, tədqiqat, təhsil keyfiyyətli şəkildə inkişaf etdikdə bu nəticədə universitetin reytinqinin yüksəlməsinə səbəb olur. Və bizim bu dayanıqlı inkişaf və dayanıqlı zəmin üzərində qurulmuş bu reytinq rəqabəti əslində bu cür formalaşmalıdır. Nəinki Azərbaycan və Azərbaycan kimi inkişaf eləməkdə olan ölkələrdə formalaşmış həmin məsul şəxslər, reytinq qaldırmaqla məşğul olan məsul şəxslərin müvəqqəti, heç dayanıqlı olmayan, müvəqqəti belə deyək də uğur məsələsi, hansı ki, əlbəttə sevindirici haldır. Azərbaycan universitetləri və ya hər hansı bir universitet o siyahıda olsun. Ancaq dediyim kimi, bu sadəcə müvəqqəti bir uğur sayıla bilər. Çünki heç bir tədqiqata əsaslanmır, heç bir davamlı akademik nəşri təyin eləmir. Çünki, məsələn, bəzi universitetlər nə edir reytinq məsələsində? Tədqiqatları olmadığı üçün xarici müəlliflərə və ya xaricdə yaşayan və fəaliyyət göstərən azərbaycanlılara müraciət edir və təklif edir ki, sən hər hansı bir məqalə nəşr eləsən, tutaq ki, bu fizikada ola bilər, tibbdə ola bilər, xahiş edirik ki, bizim universitetin adını da qeyd edəsiniz, öz, belə deyək, iş yeriniz olaraq. Və bu, avtomatik olaraq həmin universitetə müəyyən mənada reytinqinə təsir edir. Ancaq bu, əlbəttə ki, məntiqi olaraq dayanıqlı bir üsul deyil. Çünki sən həmin tədqiqatçı ilə razılaşırsan bir il üçün və o bir ildə 3 məqalə nəşr edir və sən həmin 3 məqalədə sənin adını qeyd edir universitet olaraq və sənin əməkdaşlığın bitir. Və artıq o deməkdir ki, bir neçə ildə bir neçə müəlliflə razılaşmısan və sənin reytinqini həmin il qalxır və həmin müəlliflərlə sənin razılığın bitəndə reytinq avtomatik olaraq aşağı enəcək. Bu dayanıqlı inkişaf sayılmır. Bundansa dayanıqlı inkişaf o zaman olur ki, sən universitet olaraq böyük tədqiqat konsortiumlarına qoşulursan, bu sənə nə təmin edir? Görünürlüyünü təmin edir. Bu sənə artıq tanınmanı təmin edir beynəlxalq təhsil cəmiyyəsində. 2, avtomatik olaraq bütün tədqiqatın nəticələri akademik nəşrlər olaraq nəticələnir ki, bu da önəmli bir faktordur reytinqlərin formalaşmasında və həmin tədqiqat qruplarında iştirak etməyin o deməkdir ki, sən artıq o, bizdə indi var o panika, necə olacaq reytinqlər. Onunla bağlı bir, belə deyək, məntiqli və əmin strategiya qurmuş olursan ki, mənim tədqiqatım davam edir və bu avtomatik olaraq nəşrlər şəklində bizə geri dönəcək. Bu avtomatik olaraq bizim beynəlxalq cəmiyyədə tanınırlığımıza gətirib çıxaracaq və artıq belə deyək, hər hansı bir xüsusi şəxs reytinqlə məşğul olmur, amma universitetin bütün sahələri öz işlərin keyfiyyətli və professional şəkildə aparır və nəticədə heç bir belə deyək də o panika olmadan görürsüz ki, artıq reytinqlərdə yüksəlirsiniz və ya olduğunuz yeri qoruyub saxlayırsınız. Məsələn, bu Azərbaycan nümunəsi bu da başa düşüləndir. Çünki reytinqlərdə iştirakın
fərqli maraqları ola bilər. Məsələn, əlbəttə ki, inkişaf eləməkdə olan ölkələr və təhsil sahələri də Sovet dövründən sonra daha yeni inkişaf eləyir. Burada məsələn, hər hansı bir mən fəaliyyət göstərdiyim Niderlandda olan bir universitetin reytinqlərdə iştirakda marağı ilə Azərbaycandakı bir universitetin reytinqlərdə iştirakında maraq eyni nöqtədən gəlmir. Nə üçün? Çünki məsələn Niderland universitetləri və ya İngiltərə universitetləri maraqlıdır. Tələbələri cəlb eləsin, maraqlıdır tədqiqatda. Amma Azərbaycan nümunəsində burada əsas məsələ hal-hazırda Azərbaycan universitetlərinin orada görünür olmasıdır. Bu hamımıza məlumdur ki, Azərbaycanda məsələn qısa bir müddətdə xarici tələbə cəlb edib və xarici tələbələrin maddi olaraq Azərbaycan universiteti oradan bir gəlir əldə etmir. Təhsil haqqları da çox yüksək deyil. Sadəcə burada dediyim kimi maraqlar fərqli olduğu üçün Azərbaycan kimi ölkələrin təhsil sistemlərinin maraqları odur ki, mümkün qədər tez o siyahıda görünmək və fərqi yoxdur bunu necə etmək. Ola bilər, başa da düşüləndi və alqışlayıram həmin reytinqlərdə yüksələn universitetlər, ancaq bunu başa düşmək lazımdır ki, bu strategiya dayanıqlı deyil. Bu dediyim kimi bir neçə tədbir keçirmək, məsələn bu yaxınlarda Times Higher Education deyə bir reytinq qurumu var. Həmin reytinq qurumu ilə bizim universitetlərdən biri və ya bir-ikisi böyük bir tədbir təşkil edir. Səhv eləmirəmsə xarici ölkələrin birində. Bura əlbəttə ki, milyonlarla xərc gedir. Ola bilər, alqışlansa haldır Azərbaycan universitetlərinin görünürlüyü açısından. Ancaq məsələn mən düşünürəm ki, həmin məbləğləri tədqiqata yönləndirmək daha dayanıqlı bir inkişafı təmin edə bilər. Və yenə dediyim kimi reytinqlərdə müxtəlif nüanslar var. Yenə baxmaq lazımdır geosiyasi vəziyyətə. Son 4 ildə Azərbaycan universitetlərinin reytinqləri artır. Əlbəttə müsbət irəliləyiş var, ancaq yenə də dediyim kimi bu müsbət irəliləyiş əmin olmalıyıq ki, dayanıqlı zəmin üzərində qurulub və bu reytinqlərdə yüksəlmə ən azından yerimizi qoruma davam edəcək. Çünki bu cür fərqli yollarla, hansı ki professional strategiya deyil, bu cür strategiya seçmək müəyyən bu növbəti il üçün reytinqlərdə bizim universitetlərin müəyyən yer qazanmasına səbəb ola bilər. Ancaq hal-hazırki strategiya dayanıqlı zəmin üzərində qurulmayıb və bu haqda düşünmək lazımdır. Çünki bu dayanıqlı reytinqlərdə yüksəlməni təmin etməyəcək.